Mənim evimi boşaltsınlar, mən öz evimə köçüm oturum. Mən də vaxtı kvartan qalacağım mən. Hara çıxıram? Geyib qalacağım çöldə. Bəs bu xanım çöldə qalsa necə olacaq? Bir otağı vermədim, mən də gəlim oturum. Mən də vaxtı hara verim? Küflət, hara verim? Sənin mənim evimdə nə işin var ay bacım? Mənim evimdə gəlinim var, oğlum var, nəvəm. Nə işin var? Mən harda qalım? Yaxşı, bəs mən harda qalım? Yerində verilən sualdır, amma Sumqayıt şəhər sakini Reyhan Səlimova düz 32 ildir ki, verdiyi bu suala hələ də bir cavab tapa bilməyib. Elə bu səbəbdən də Real TV-yə pənah gətirib ki, bəlkə sualının cavabını bizlə birgə tapdı. Hər şeydən əvvəl onu deyim ki, Reyhan anamızın min bir əziyyətlə, diş dırnaqla yığıb aldığı 3 otaqlı mənzilə 32 ildir uzaqdan baxmaqdan başqa əlindən heç nə gəlmir. Səbəb də 1993-cü ildə Zəngilan rayonundan olan keçmiş məcburi köçkünlərin Səlimovların evində məskunlaşmasıdır. Elə az əvvəl izlədiyiniz dava da buna görə idi. Yekə ardaşsan, alacağın olsun, mərfətin olsun. Nə vaxt mən sənin başına sürümüşəm ha? Deməli, 1993-cü ildə həyat yoldaşı Həmid kişi ilə yenicə aldıqları evdə yaşamağa hazırlaşan Reyhan xanım elə köç ərəfəsində gözlənilməz bir sürprizlə qarşılaşır. Sumqayıt şəhərində yerləşən evinə gəlib çıxanda görür ki, tanımadığı şəxslər artıq mənzildə yurd-yuva qurublar. Müsahibim deyir ki, Zəngilan rayonundan olan Cabbarovlar ailəsi 3 uşaqla birgə evinə sığınıblar. O vaxtki çətin, keşməkeşli günləri nəzərə alıb, elə ona görə də uzun illər boyu nə o evin adını dilinə alıb, nə də o ev tərəfdən yolunu salıb. Elə o zamandan da o qapı sənin, bu qapı mənim deyib kirayələrdə qohum evlərində qalan Reyhan Səlimova 1996-cı ildə qəfildən həyat yoldaşını da itirir, 2 övladını tək başına böyüdüb boya başa çatdırmalı olur. Keşməkeşli həyat yolundan keçən Reyhan ana indi də həyatın ən ağır sınaqları ilə qarşı-qarşıyadır. Xərçəng xəstəliyinə düçar olan müsahibim nə müalicə xərclərini qarşılaya bilir, nə də kirayə qaldığı mənzilin pulunu ödəyə bilir. Aman zaman tək mülkü olan sənədli sübutlu evini satmaqdan başqa çıxış yolu qalmadığını deyən Reyhan Səlimovanın son çarəsinə də evindən çıxmamaqda israrlı olan keçmiş məcburi köçkünlər əngəli olur. Hər halda Reyhan ana özü belə deyir. Ki körpə uşaqla biz saat kvartan qalırıq. Gedəcək yerimiz yoxdur. Qalmışıq küçələrdə. Bilmirik ki, hara gedək. Dəfələrlə getdim, qapıya getdim. Xahiş elədim ki, axır bir otaqlı ev olsa da mən gəlim qalım da o evdə. Ona da icazə vermədilər. Müsahibə zamanı bizdə son 4 ildə evi tərəfə bir addım belə olsun yaxınlaşmadığını deyən Reyhan ana yarımçıq qalan arzularının ünvanı olan o qapını bir də döyməyə qərarına gəldi. Ancaq ki, müharibə sonra biraz yumuşaq. Məncə bura gələndə hər şeydən əvvəl o həyat yoldaşınızla aldığınız, xəyallarını qurduğunuz o günlər yadınıza düşür. Burada oturmuşum, həsrətlə baxırdım oraya ki, görürsən nə vaxt bizə o köçəcək, nə vaxt orada məskunlaşacaq, yaşayacaq orada. Binanın girişinə hər addım yaxınlaşdıqca Reyhan ananı illərin həyəcanı daha da bürüyürdü. Nə ilə qarşılaşacağı barədə heç bir fikri olmayan Reyhan ana evinə tərəf irəlilədikcə həm də 32 il əvvələ də qayıdırdı. Mənzilinin qapısını döyər-döyməz isə onu Zəngilan rayonundan olan keçmiş məcburi köçkün Nargilə Cabbarova qarşılayır. Evimə gəlmişəm, içəri daxil ola bilərəmmi? Sualını verdikdə isə Reyhan Səlimovanın eşitdiyi cavab belə olur. Evinə baxsan ki, nə sən ki, nə var ki evdə? Mənim evimi boşaltsınlar, mən öz evimə köçüm oturum. Mən də vaxtı kvartan qalacağım mən. Sənin mənim evimdə nə işin var ay bacım? Mənim evimdə gəlinim var, oğlum var, nəvəm. Nə işin var? İndi isə hazır olun. Bura qədər eşitdikləriniz bir yana qalsın. Çəkiliş zamanı ev sahibi olan Reyhan Səlimova elə bir iddialar səsləndirdi ki, aləm bir-birinə dəydi. Eşitdiyimə başqa yerdə eviniz yoxdur. Xanım iddia edir ki, sizin Bakı şəhərində eviniz olduğu halda bu evi tərk etmirsiniz. Az yalan danışma, yekar vassan, az qanacağım. Məncə fakt var. Sən yalan de. Tərəflər arasında gərginlik artdıqca burada hansısa ortaq məxrəcin əldə olunmayacağı da gün kimi aydın olurdu. Davadalaşın bir çıxış yolu olmadığı qənaətinə gəlib, məsələdən birbaşa cavabdeh qurum olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini agah etdik. Dövlət Komitəsinin mətbuat katibinin sorğumuza operativ reaksiyası da gecikmədi. İbrahim Mirzəyev dedi ki, məsələ artıq nəzarətə götürülüb. Sorğumuza cavab olaraq bildiririk ki, Səlimova Reyhana məxsus Sumqayıt şəhərində yerləşən və hal-hazırda keçmiş
Məcburi köçkün Cabbarova Nargilova ailəsinin müvəqqəti məskunlaşdığı mənzilə dair məsələ Dövlət Komitəsinin diqqətindədir. Mənzil sahibinin müraciəti əsasında məsələ araşdırılıb və vətəndaş komitə sədrinin müavini Fuad Hüseynov tərəfindən qəbul edilib. Bildirilib ki, Cabbarova Nargilənin qeydiyyatda olduğu Zəngilan rayonunun Qıraqmuşlan kəndi bərpa edildikdən sonra ailənin həmin əraziyə köçürülməsi qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Bundan sonra mənzil mülkiyyətçisinə təhvil veriləcək. Yəqin ki, bundan sonra atılacaq addım, veriləcək qərar hər iki ailənin ürəyincə olar. Xüsusilə müalicə xərclərini qarşılamaq üçün son çıxış yolu o evi olan Reyhan xanım çox keçməz tez vaxtda mənzilinə də qovuşar, elə sağlamlığına da. İlkin Abbas, Ağalar Ağalarov, Real TV.